Hello everyone, it's Esmira from Gacar Academy. Bugün size buradan da gördüğünüz kimi, ekrandan da gördüğünüz kimi prepositionlar olan to və forun fərqini izah etmək istəyirəm. Bir çox vaxt tələbələrə çətin gələn mövzulardandır. Çünki ikisi də bir-birinə, belə deyək, tələbələr oxşadırlar və hansının hansı məqamda istifadə olunacağını bilmirlər. Bu video həm General English tələbələri üçün, həm də akademik imtahanlara hazırlaşan tələbələr üçün faydalı video olacağını düşünürəm. Çünki hər ikisinin istifadə məqamlarını ayrı-ayrılıqda incələyəcəyik və baxacağıq ki, hansı halda to, hansı halda isə for istifadə etməliyik. İlk olaraq burada qeyd elədiyim kimi, əgər cümlədə direction varsa, yəni gediləcək nöqtə, çatılacaq yer varsa, istiqamət varsa və eyni zamanda movement, yəni hərəkət varsa, o zaman to-dan istifadə eləyəcəyik. Məsələn, burada bizim movementimiz went-dir və directionımız school-dur. Əgər siz sual verirsinizsə ki, where is it going, where is she going, where is he going və buna cavab tapa bilirsinizsə, o zaman deməli burada direction var. Hərəkətin olduğunu bilmək üçün isə görürsüz burada went var. Went go-nun keçmiş zamanıdır, yəni getmək feilinin keçmiş zamanıdır və yəni bizim hərəkətimiz də var. Burada movement deyiləndə hər hansısa bir hərəkət nəzərdə tutulmur. Bu hərəkətlər çox vaxt spesifik olur. Tutaq ki, nəyinsə yeri dəyişirsə, nəsə əl dəyişdirirsə, yəni bir şəxsdən digərinə keçirsə və yaxud da qeyd elədiyim kimi yerini dəyişdirirsə, movement olaraq bu hesab olunur. Və ya yazmışam ki, he walked to the door. O qapıya yeridi. Burada bizim direction'ımız varmı? Bəli, var. Qapı var burada. Movement varmı? Bəli, walk feili var. Bu da bizim movementimizdir. Və where is he going sualını verəndə cavab tapa bilirəmsə, deməli mən burada to-dan istifadə edəcəm. Bu ilk halımız idi. Növbəti olaraq, əgər recipient varsa, sual verə bilərsiniz ki, recipient nə deməkdir? Recipient nə isə qəbul edən şəxsdir. Yardımı ya hər hansısa bir şeyi qəbul edən şəxsdir. Nə vaxt ki, hər hansısa bir şəxs, hər hansısa bir obyekti, mesajı və yaxud da hərəkəti qəbul edirsə, o zaman biz to istifadə edəcəyik. Bu zaman biz onu qəbul edən şəxsə işarə etmiş oluruq. Və burada çox vaxt destination olur və bu destination insanla ifadə olunur. For example, give this to her. Bunu ona ver. Burada destination her'dir, ona ver. Çatacağı yer bəllidir. Fe'l olaraq isə burada give var. Amma cümlə bu formada da qurula bilər. This is for her. Bu onun üçündür. Burada gördüyünüz kimi situasiya var. Destination'dan daha çox situasiya var. Ona üçündür deyə bilmirik təbii ki, onun üçündür deyirik. Və burada bayaq dediyimiz motion, movement, hərəkət yoxdur. Is var, cümləmizin xəbəridir, amma bu konkret olaraq hərəkəti bildirmir. Amma give feilində, vermək feilində hərəkətin mənası var, məna daşıyır və bayaq dediyimiz kimi konkret olaraq bir movementi, bir hərəkəti bildirir. Ona görə də birinci halda to her-lə ifadə edirik, ikinci halda isə for her-lə ifadə edirik. Başqa nümunələr göstərəcək olsam, I gave the book to Maria. Gördünüz, obyekti qəbul edən şəxs Mariadır, recipient burada Mariadır, ona görə də to vasitəsilə qurdum cümləni. Bu halda verəcəyiniz sual who gets it olmalıdır. Bunu qəbul edən kimdir? Əgər bunun cavabını tapa bilirsinizsə, o zaman to vasitəsilə qura biləcəksiniz cümləni. Əgər burada intention, purpose, yəni niyyət, məqsəd varsa, o zaman əgər niyyət varsa müxtəlif feillərdən sonra, daha doğrusu məqsəd varsa müxtəlif feillərdən sonra, niyyət varsa yenə bayaqkı qaydada bir növ hansının istifadə olunacağını ayırd eləmək mümkündür. Məsələn,
Ask John to send me the file. Johna Johndan faylı mənə göndərməyini xahiş et. Ask burada xahiş et mənasında istifadə olunub. Burada biz hərəkət haqqında gözləntimiz var. Johnun hansı hərəkəti eləyəcəyi ilə bağlı gözləntimiz var. Gördüyünüz kimi yazmışıq send. Yəni onun göndərməsini gözləyirik. İkinci halda isə deyirik ki, ask John for the file. Burada bizim əsas qayğısına qaldığımız, haqqında düşündüyümüz şey fayldır. Johnun onu necə çatdıracağı deyil. Ona görə də əgər burada bir növ belə deyək, onun necə göndərilməsi ilə bağlı, action-la bağlı gözlənti varsa, o zaman to vasitəsilə istifadə edirik və özündən sonra feil gəlir. Əgər bizim gözləntimiz, bizim qayğısına qaldığımız şey obyektdirsə, o zaman for vasitəsilə qururuq və gördüyünüz kimi özündən sonra da feil gəlməyib, birbaşa isim gəlib. Bəs hansı konkret feillərdir ki, biz onlardan sonra to istifadə edirik? Invite, explain, talk, listen and belong. Invite dəvət etmək, explain izah etmək, talk danışmaq, listen dinləmək, belong isə aid olmaq deməkdir. Biz bunlardan sonra əgər direction veririksə, istiqamət veririksə, o zaman to istifadə eləyəcəyik. Məsələn, she explained the rules to me. O mənə qaydaları izah etdi. Explain verdiyimizə görə bu tərəfdə də direction me olduğuna görə biz artıq burada to-dan istifadə eləyəcəyik. Ya da this key belongs to him. Bu açar ona aiddir. Görürsüz, belongs feili, aid olmaq feili verilib burada. Kimə? Ona. Bayaq sual vermişdik ki, burada direction olduğunu necə müəyyənləşdiririk? Yuxarıda da qeyd eləmişdik. Məsələn, who gets it? Burada o qəbul edir açarı. Açar ona aiddir. Ona görə də belongs feilindən sonra to gəlməlidir və burada da direction olduğuna görə yenə bir daha təsdiqləyirik ki, direction varsa to istifadə edirik. Daha sonra növbəti bir hal var. Əgər biz kimisə hər hansısa bir tədbirə dəvət eləyiriksə, bu zaman to-dan istifadə eləyirik. Invite someone to the birthday party. Ad günü partisi keçirdirik və deyirik ki, ora hər hansısa bir şəxsi dəvət et. Burada söhbət eventdən gedir, tədbirdən gedir. Ad günü partisi bir tədbirdir. Amma ola bilər ki, mən deyim ki, invite someone for dinner. Burada mən həmin şəxsi tədbirə dəvət etmirəm və yaxud da başqa bir şəxsi tədbirə dəvət etməklərini xahiş etmirəm. Mən burada yeməyə dəvət etməklərini xahiş edirəm. Yəni event yoxdursa ortada, tədbir yoxdursa, amma belə spesifik hallara dəvət ediriksə, bu zaman for-dan istifadə edirik. Amma tədbirdən söhbət gedirsə, o zaman to-dan istifadə edirik. İndi gələk daha detallı for-un istifadəsi haqqında danışmağa. For bəzən bayaq qeyd elədiyimiz məqsəd üçün istifadə olunur, xeyir üçün istifadə olunur, hər hansısa səbəb üçün istifadə olunur və yaxud da nəyinsə müddətini bildirmək üçün istifadə olunur. Bununla bağlı çox nümunələr böyük ehtimal ki, görmüsüz. Gəlin biraz da bu məqsəd üçün, səbəb üçün necə istifadə olunur, ondan danışaq. This button is for emergencies. Bu düymə təcili hallar üçündür. Nə üçündür? Təcili hallar. Why sualına cavab tapa bilirsinizsə, o zaman deməli burada for-dan istifadə etməlisiniz. I study English for my career. Mən ingilis dilini karyeram üçün öyrənirəm. Nə üçün? Nəyə görə? Karyeram üçün. Why sualının cavabını tapa bilirəm. Deməli burada for-dan istifadə edəcəm. Növbəti olaraq sual cümləsi üzərindən nümunə göstərmək istəyirəm.
What did you do to him? Sən ona nə etmisən? Nə etdin? Burada, eee, belə deyək, biz əgər hərəkəti hər hansısa bir şəxs üzərində ediriksə, o zaman to-dan istifadə edirik. Məsələn, mən cavabda deyirəm ki, I yelled at him. Mən onun üzərinə qışqırdım, ona qışqırdım. Onun üzərində bir hərəkət həyata keçirilib. Burada directed action olmalıdır, kiməsə tərəf yönəldilmiş hərəkət olmalıdır və biz burada to-nu gördüyünüz kimi ancaq sual halında istifadə edirik. Cavabda isə biz I yelled to him deyə bilmirik. I yelled at him deyirik. Amma sual versəm ki, what did you do for him? Sən onun üçün nə etmisən? Bunun cavabında, daha doğrusu burada məntiq odur ki, onun xeyrinə nə etmisən? Yəni qarşısına yazacağam on behalf. Xeyrinə. Onun xeyrinə nə etmisən? Onun yerinə nə etmisən? Hətta bunu da qeyd eləyə bilərik. On his or her place. Onun yerinə nə etmisən? Burada cavabda deyə bilərəm ki, I took the test, sorry, for him. Onun yerinə məsələn testə girmişəm. Onun əvəzinə testə girmişəm. Onun xeyrinə testə girmişəm. Burada görürsüz cavabı da for vasitəsilə qaytara bilirik. Amma bu halda cavabı to vasitəsilə qaytara bilmirik. Dediyim kimi, əgər kiminsə xeyrinə hərəkəti edilib-edilmədiyini soruşuruqsa, o zaman for-dan istifadə eləyəcəyik. Amma hərəkətin kimin sözlərində həyata keçirilib-keçirilmədiyini soruşarkən to-dan istifadə edəcəyik. Başqa nümunə versəm bununla bağlı təsdiq formasında. I bought a gift for you. Sənin üçün almışam, sənin xeyrinə almışam. Burada, vurğulamaq istədiyim şey kiminsə nəyisə qəbul etməyi deyil. Burada kiminsə xeyrinə nəsə etməyimdir. Və yaxud da deyirəm ki, this medicine is for children. Bu, belə deyək, dərman uşaq üçündür, uşaqlar üçündür, sorry. Bu dərman uşaqlar üçündür. Kimin üçündür? Uşaqlar üçün. Kimin xeyrinədir? Uşaqların xeyrinədir. Yəni direction yoxdur burada. Biz konkret olaraq nəyinsə, kiminsə xeyrinə olduğunu vurğulamaq istəyirik. Siz burada bunu directly də verə bilərsiniz. Necə? Yəni bu birbaşa uşağa da çata bilər, çatmaya da bilər. Əsas vurğulanmaq istənilən şey burada kiminsə xeyrinə olmağıdır. Və bayaq dedik ki, müddətlə bağlı verilir. I lived here for 5 years. Mən burada 5 il yaşamışam, yaşadım. Burada görürsüz periodu vurğulamaq üçün for-dan istifadə elədik. For özündən sonra period tələb eləyir. Konkret vaxt verə bilmərik. Məsələn, for 2010 deyə bilmərəm, amma for 5 years deyə bilirəm. Bayaqkı o, direction-la, belə deyək, benefit-in fərqini də ayrılıqda bir daha izah eləyim, tam aydın olsun. I gave the book to Anna. Mən kitabı Annaya verdim. Burada Anna kitabı qəbul edir. I bought the book for Anna. Mən kitabı Anna üçün almışam. Burada isə Annaya onun dəyəcək xeyrindən danışırıq. Anna üçün almışam, Annanın xeyrinə almışam. Daha çox, ümumiləşdirsək, bir çox hallarda to-da direction recipient olur, for-da daha çox məqsəd, niyyət, hər hansısa bir səbəb və yaxud da period olur. Bir də son olaraq bir halda daha istifadə olunur. Bu biraz spesifikdir, ona görə də çalışacağam ətraflı biraz izah eləyim. To make a perfect cake və yaxud da for a perfect cake. Burada gördüyünüz kimi
Yenə hər hansısa bir thingdən, yəni əşyadan, hər hansısa bir obyektdən söhbət gedir. Burada isə bizim infinitive verbimiz var. Yəni, to-dan sonra infinitiv halda olan fe'l var. Gördüyünüz kimi make var burada. Burada yenə hərəkət var və, bir növ belə deyək, emm, hərəkətə fokuslanırıq. Burada isə yenə obyektə fokuslanırıq. Yəni əşyaya, hər hansısa bir predmetə fokuslanırıq. Gördüyünüz kimi bu to və for'un bir-birindən olan əsas fərqləri idi. Düzdür, burada bəzi istisnalar və sair ola bilir, amma ümumi olaraq çalışdım ki, əsas istifadə olunduğu məqamları və bir-birlərindən fərqlərini sizə izah etməyə çalışım. Ümid eləyirəm ki, bu video hər biriniz üçün yararlı olar.